Keçən dəfəki Ninja Mama podkastında mövzumuz olduqca maraqlı idi. Bu dəfə elə ondan çox da geri qalmır əslində. Çünki az danışılan və əksərən yaşlı insanlarda olduğunu düşündüyümüz, amma 14 yaşlı uşaqda belə rastla gəlinə biləcək bir detaldan danışacağıq bu gün. Çox maraqlı qonağım var. Nəfəs Psixi Sağlamlıq Mərkəzinin həkim psixiatrı Rumiyə Kərimova ilə biz demensiyadan danışacağıq. Xoş gəlmisiniz Rumiyə xanım. Çox sağ olun. İlk öncə elə sualımı ondan vermək istəyirəm ki, demensiyadan danışacağıq dedik, amma demensiya nədir? Bayaq qeyd elədiniz ki, çox az danışılan, amma məncə çox əhəmiyyətli, çox vacib mövzulardan biridir. Çünki son illərdə biz adətən nə eşidirik? Pandemiya sözü daha çox hallanır və Covid pandemiyası bu günümüzü əhatə edib. Amma mən sizə hətta keçən əsrin ortasından pandemiya adı alan bir xəstəlikdən danışacağam bu gün. Buna demensiya deyilir. Yəni keçən əsrdən tibbdə demensiya bir pandemiya hesab olunur. Çünki dünya əhalisinin yaşı artır. Düzdür, tibb inkişaf eləyir, səhiyyəmiz inkişaf eləyir, xəstəliklərin müalicəsində çox güclü irəliləyiş var. Amma çox əfsus ki, demensiya dediyimiz bir xəstəlik, belə deyə, qrupu artmaqda davam etməkdədir. Demensiya qısa olaraq nədir? Demensiyanı bir çətir kimi düşünün. Böyük bir çətirdə altında 80-ə yaxın xəstəlik var və bu xəstəliklərin içində Alzheimer var, damar mənşəli problemlər ola bilər, travmalar ola bilər, çoxumuzun tanıdığımız Parkinson ola bilər, beyin travması ola bilər, hər hansı bir xəstəliklər ola bilər. Yəni 80-ə yaxın xəstəlikdir. Bu xəstəliklərin beyinə təsiri nəticəsində demensiya inkişaf edir və burada beyin zədələndiyinə görə bu xəstəliklər fərqli simptomlarla gedir, amma oxşar bir tərəfləri var ki, bu da bizim dediyimiz koqnitiv sferada emmə dediyimiz bir problemdir. Çox vaxt, çox əfsus ki, demensiya fikirləşirlər ki, demensiya sözü gələndə yaddaşda olan bir emmədir. Xeyr, bu belə deyil. Yəni düzdür, yaddaş enir. Bəzən olur, hətta həkim yanına apardı, müayinə zamanı belə həkim vurğulayır ki, yaddaşda bir problem yoxdursa, demək ki, demensiya yoxdur. Əslində bu belə deyil. Koqnitiv sferaya aiddir bizim danışıq nitqi, nə qədər söz bazası bizdə varsa. Demensiyalı insanlarda həmin bu söz bazası azalır, yaddaş zəifləyir, intellektual səviyyə enə bilir, praksis və qnozis dediyimiz bir hallar var. Yəni ətraf mühiti qıcıqlar vasitəsilə dərk etmək və öz hərəkətlərini idarə etmək, eyni zamanda bu insanlarda müəyyən bir hadisələri, belə deyək, qavrayıb onları başa düşmək, yəni düşüncəmizdə, təfəkkürdə müəyyən bir dəyişikliklər olur. Bütün bu əlamətlər hamısını biz demensiya dediyimiz bir xəstəlik altında birləşdiririk və bu vurğuladığım bu 80-ə yaxın xəstəlik hamısı beyinə təsir edir və beyində proqressivləşən, yəni daim inkişaf edən bir xəstəlikdir və beyində çox əfsus ki, zədələnmələr yaranır. Alzheimer və demensiya eyni şeydirmi ya, fərqlidirlərmi onlar? Nə kimi fərqləri varsa? Bu çox vacib bir nöqtədir. Çünki adətən xəstə yaxınları çox vaxt soruşurlar ki, doktor, doğma insanda Alzheimer'dırmı, demensiyadır? Yəni bəzən bu anlayışlar səhv salınır. Alzheimer, hər Alzheimer demensiya səbəbi olur, amma hər demensiya Alzheimer deyil. Yəni o dediyim çətirin altında Alzheimer xəstəliyi də var və bu xəstəlik yəni %100 hallarda gətirir demensiya gətirib çıxarır. Yəni bir növüdür. Alzheimer demensiyanın bir növüdür. Bəs ümumi olaraq götürsək, biz Alzheimer dediyimiz zaman və ümumiyyətlə indi sizin demensiyaya verdiyiniz tərifdən sonra adətən bunu daha yaşlı insanlarda müşahidə edirik ya da düşünürük ki, Alzheimer'dırsa bu şəxsin 50 plus, hətta bir çox hallarda 60 plus yaşı var. Amma belə deyək də, həqiqətənmi tibbdə necə gedir bu? Həqiqətən demensiya belə deyək də, belə loru dillə desək, nənə babalarda mı müşahidə edilir ancaq? Belə deyim, düzdür, demensiya daha çox hallarda yaşlı insanlarda müşahidə edirik, 65 yaşı üstündə. Ancaq yəni demensiya çox əfsus ki, nənə babaların xəstəliyi deyil. Yəni 14 yaşında belə, 50 yaşında belə, 40 yaşında belə demensiya inkişaf eləyə bilər. Yəni müəyyən bir travma keçirə bilərik, bunun nəticəsində demensiya inkişaf eləyə bilər və bizdə bədənimizdə belə də yatan bir genimiz ola bilər. Hər hansı bir xəstəlik və düzgün həyat tərzi yaşamırıqsa, yəni nə nəzərdə tuturam? Yəni aktiv bir sosial münasibət əlaqələrimiz yoxdur, qidalanmamıza, idmanımıza fikir verilmirsə, müəyyən xəstəliklərimizin üstünə vaxtında düşmürüksə, həmin belə deyim, geni oyada bilərik və nəticədə yəni bu 60 yaşında olmaya bilər, bu 14 də ola bilər, 20 də ola bilər, 40 yaşında da inkişaf eləyə bilər. Yəni ümumi olaraq belə deyək də, belə bir soruşsam əgər, bir növ biz demensiyanı özümüz də tətikləmiş ola bilərikmi? Yəni tətikləyici faktorlar nələrdir? Dediniz ki, müəyyən bir travmalar yaşaya bilər. Məsəl üçün hansı ağırlıqda travmadan söhbət gedir bu?
Məsələn, elə növ demensiya var ki, məsələn, Alzheimer mənşəli demensiyanı götürək, onun əsasında daha çox genetik faktorlar durur. Hətta tibbdə müəyyən dövrdə belə qəbul edirdilər ki, məhz bu sırf əgər Alzheimer mənşəli genlərin varsa, demək ki, buna %100 Alzheimer olacaqsan. Əlbəttə bu belə deyil. Ola bilər, hər 2 nəfər götürək, məsələn, sizə də Alzheimer geni ola bilər, məndə də ola bilər, hətta sizə daha çox, belə deyim, onu yaradan xüsusi cisimciklər var. Həmin cisimciklər sizdə daha çox ola bilər, məndə daha az ola bilər. Amma mən Alzheimer, yəni demensiya tutula bilərəm, amma sizdə ömrü boyu heç bir əlamət olmaya bilər. Bunda səbəbi ola bilər ki, siz belə deyim, vaxtında müalicə alırsınız, öz sağlam həyata fikir verirsiniz, fiziki aktivliyinizə fikir verirsiniz, kənar xəstəliklər varsa onların daha çox üstünə düşürsünüz, daha az stres yaşayırsınız həyat boyu və buna görə biz konkret deyə bilmərik. Yəni əgər genetik problem varsa, həmin adamda bu Alzheimer ortaya çıxacaqmı? Amma ola bilər, məsələn, travma ola bilər, beyin travması yaşaya bilərsiniz və ya hər hansı bir beyin şişi ola bilər və ya ola bilsin hər hansı bir hormonal xəstəlik keçirdiniz və bu xəstəlik sonrası demensiya inkişaf edə bilər. Yəni burada genetik bir faktor yoxdur. Bu sırf xəstəlikdən sonra yaranır. Bəs demensiyada ümumiyyətlə risk faktorları nələrdir və biz özümüz onu müalicə edə bilirikmi? Ya da necə fərqində olaq ki, tutaq ki, bayaq dediyiniz kimi çox normal şəkildə həyata gəlibdir və deyək ki, 35-36 yaşında bu adam fərqinə var ki, nələrsə düz getmir ya da adam yox, elə onun ətrafı. Bunun necə fərqində olaq? Yəni bunun fərqindəliyinin püf nöqtəsi nələrdir? Çox əfsus ki, bunu bəzən həkimlər belə tuta bilmirlər, belə deyə bu xırda nöqtəni. Amma yaxınınız bir doğmavızda bu xəstəlik əvvəl olubsa, tutaq ki, bir nənə, babada, əmilərdə, kimdəsə varsa və siz bundan şübhələnirsinizsə, həmin halda bir həkimlə, bir nevroloq və ya bir psixiatrla konsultasiya eləyə bilərsiniz. Eyni zamanda özünüz bir yaddaşınızda bir problem hiss eləyə bilərsiniz, yaxınlaşa bilərsiniz. Çox əfsus ki, demensiyalı insanlar koqnitiv emmə dediyimiz ilk mərhələdə bunu hiss eləyirlər. Yəni belə deyim, hiss eləyir ki, əvvəlki kimi deyil. Yaddaşında müəyyən bir zəifliklər, bir boşluqlar mı var və ya əvvəl daha ətraflı düşünə bilirdisə, bir şey müzakirə eləyə bilirdisə, tutaq ki, müəyyən bir planları ardıcıl bir şəkildə qura bilirdisə, indi bunda bir zəifləmə hiss edir. Yəni belə deyim, beynin sürəti əvvəlki kimi deyil. Bunu hiss elədiyi zaman müraciət eləyir. Amma çox əfsus ki, bəzən bu ilk etapda o qədər yüngül olur ki və bunu hər kəs bu diaqnozu qoya bilmir ki, koqnitiv emmədə, yəni demensiyanın ilk mərhələsidirmi və ya hələ demensiya çatmayıbsa, bu mərhələdəmi kömək eləyir? Yəni bu vacib bir məqamda. Yəni bu məqamda müraciət olunarsa, gələcəkdə demensiyanın inkişafına, hətta ağırlaşmasının qarşısına almaq mümkündür. Amma belə deyə bilərəm, yəni yaxınınızda, doğmavızda davranışında problem varsa, yəni əvvəl ona xas olmayan bir xarakteri formalaşıbsa, istər gündəlik işində müəyyən bir çətinliklər görürsə, nəsə unutqanlığı artıbsa və əvvəlki kimi mülahisə yürütmürsə, tutaq ki, bir doğmavızın müəyyən bir mövzuya baxış açısı bu cür idi, başa düşürsünüz ki, tam bir fərqli istiqamətdə gedir və ya olan hadisələrə düzgün nəticələr çıxara bilmir. Həmin halda həkimə müraciət etməyinizi tövsiyə eləyərdim. Bəs ümumiyyətlə demensiyada qadın-kişi faktoru varmı? Əlbəttə bu mütləq bir şeydir. Çünki ana bətninə düşən yumurta hüceyrə 50-ci gündən artıq fərqlənir. Bir kişi orqanizmi tam fərqli inkişaf edir, bir qadın orqanizmi tam fərqli inkişaf edir. Düzdür, gender anlayışları çoxdur, amma belə deyək, iki fərqli şərt olaraq iki gender götürək, qadın və kişi genderi və bunlar 50-ci gündə bir-birindən tam fərqlənir. Yəni həmin gündən fərqlənən bir belə deyim, iki dənə gender üçün əlbəttə bu xəstəlik də çox fərqli olur və tədqiqatlar adətən demensiyalı xəstələrdə, kişi xəstələrdə demensiyanın daha çox müşahidə olunduğunu kişilərdə göstərir. Ancaq elə özümün apardığım bir tədqiqat da vardı. Bu arada yəni psixiatriya kafedrasının dissertantı olmuşam və belə bir tədqiqat aparmışdıq. 20 il ərzində demensiyalı insanları müqayisə eləmişdik və kişilər və qadınlar müqayisə etmişdik və biz orada gördük ki, əvvəlki dövrlərdə düzdür, qadın xəstələrin sayı daha az olurdu. Ancaq son dövrlərdə düzdür, kişi xəstələrin sayını artmır demensiyalı belə deyim, əziyyət çəkən kişilərin sayı, amma qadınların sayı artmaqdadır. Bir də artmaqdadır. Artır. Bəli, qadınlarımız hal-hazırda demensiya tutulma ehtimalları daha çoxdur və belə bir maraqlı bir şeydə rast gəlmişik. Tutaq ki, 2 MRT götürürük, yəni beynin belə deyim, şəklini götürürük. İkisində də eyni cür zədələnmə var. Amma qadında demensiya daha tez inkişaf edir, daha sürətli inkişaf edir və müalicə çox əfsus ki, daha çətin tabe olur. Ona görə yəni bu fərq qadın və kişi cinsi arasında müşahidə olunur. Onun belə deyək, statistikada dediniz ki, qadınlarda bu artır. Artma səbəblərinə sosial faktorlar necəsə təsir edirmi? Yoxsa bunun belə deyək də, məsəl üçün müşahidələriniz nə deyir? Bu əsası nədən gəlir ki, qadınlarda artır? Yəni bu təkcə əlbəttə sosial faktorların böyük rolu var. Stressi, belə deyim,
son dövrlərdə həm stress faktorları, sosial faktorlar, amma genetik faktorların qadın öz orqanizmində bunda böyük rolu var. Bir də ola bilsin bəlkə bu tərəfi də var ki, əvvəlki dövrdə daha biz o qədər də həssas yanaşmırdıq. Yaşlı insan da ola bilər, yaş daşıb, yad daşı gedə bilər, ya bilmirəm, yad daşı zəifləyə bilər, filan şey unuda bilər dediyimiz halda son dövrdə cəmiyyət ola bilsin biraz daha da həssaslaşıb, yəni buna daha çox o zaman önəm belə verir. deyək də statistik olaraq ölçə bildiyimizi ölçə bilirik artıq. Ölçə bilirik. Bəs ümumiyyətlə demensiya müalicə edilirmi və əgər müalicə edilməzsə nə kimi təhlükəli faktorları yarana bilər? Demensiya müalicəsi dedikdə, yəni onu törədən birinci xəstəliyi müalicə edirik. Məsələn, insult keçirib insan və bundan sonra demensiya inkişaf edirsə, biz insultun ilk mərhələdə onun daha çox üstünə düşürük və onun müalicəsi getməlidir. Ta ki, Alzheimer nəticəsində yaranırsa, Alzheimer müalicəsi gedir, Parkinson səbəbindənsə o gedir və ta ki, şəkərli diabet nəticəsində inkişaf edibsə, həmin xəstəlik müalicə olunur və bu da bizim demensiyanın belə deyək, sürətli inkişafının qarşısını alır. Ancaq çox əfsus ki, bəzi ədəbiyyatlarda, tibbi ədəbiyyatlarda 60%, bəzən 90% hallarda psixoloji problemləri olur. Yəni davranış problemləri şəklində özünü göstərə bilir. Aqressivlikdir, narahatçılıqdır, yeməkdə çətinlik ola bilər, gərginlik ola bilər, sayıqlama dediyimiz, yəni olmayan şeyləri danışmağı və ya hallüsinasiyalar olmayan şeyləri görmə kimi problemlər olur. Bunlar psixoloji belə deyək, problemlərə aid deyil və bu problemlər inkişaf edir. Əgər biz demensiyanın müalicəsinə başlamarıqsa, çünki bəzən fikirləşirlər, hə olsun, yəni 80 yaşı var və ya ki 70 yaşını artıq üstünü keçib, nə ehtiyac var? Nənəmdə də var idi, babamda da var idi. Yəni bunu qəbulumuzdur deyirlər, amma bir müddət sonra əgər demensiya müalicə olunmursa, bu davranış və psixoloji problemlər inkişaf etməyə başlayır. Bu həm də çox ciddi belə deyək də, birlikdə yaşadığı ailə üçün də problemdir. Bu böyük travmadır. Ailə söhbətinə də mütləq vurğulamaq istəyirəm. Əgər ədəbiyyatları açıb baxsaz, internet səhifələrinə baxsaz, orada görəcəksiniz ki, əgər 10 dənə məqalə demensiya aid yazıbsa, fərqli növünə bir 20 məqalə mütləq ona qohumu, ətrafı, ona qulluq edən şəxs haqqında yazılır. Çünki demensiya təkcə həmin insanı sosial mühitdən almır, yəni əlimizdən almır belə deyə. Eyni zamanda qohumları, ətrafı üçün də böyük bir problem, böyük bir bedim çətinlikdir. Bəs mənə bir maraqlı faktor qaldı ki, demensiya ümumiyyətlə bundan əziyyət çəkən şəxslərə ev ortamında, ailə şəraitindəmi müalicə daha effektiv və uğurlu olur, yoxsa xüsusi kliniki ya da bilmirəm, bəlkə qocalar evində ya psixoloji mərkəzlərdə və s. Yəni ümumiyyətlə müalicə prosesinin harda daha effektiv olmasını vurğulaya bilərsiniz? Bunu konkret olaraq deyə bilməyəcəm, amma yenə də birinci mərhələ olaraq və bunu maksimum pasientlərində bunu çalışırıq ki, ev mühitində. Çünki belə deyək, alışdığı bir mühit var. Hətta bəzən olur ki, psixi vəziyyətinə əlaqəli olaraq, demensiya mərhələsinə asılı olaraq öz evindən övladların evinə köçməli olur. Hətta onu belə biz maksimum çalışırıq ki, pasient öz evində qalsın. Yəni ailə şəraitində əlbəttə ki, əlavə stres, əlavə gərginlik olmur. Çünki həmin xəstəxanaya qoysaq və ya baxım evinə qoysaq, bu əlavə bir stressdir. Bu hətta köçəndə belə həmin müəssisəyə və ya fərqi müəssisə olmasın, hər hansı bir qohumun evində belə demensiyada bir sürətlənmə görürük. Ona görə ev şəraitində mütləq bir şəkildə, əlbəttə ki, maksimum bir şəkildə evdə öz ona tanış olan, ona doğma olan şəraitində müalicə etməyə çalışırıq. Çünki orada hər şeyi tanıyır. Bilmirəm, stəkanının yerini, suyunun yerini, qab-qacağının yerini. Çünki yaddaş getdikcə itdiyinə görə onun keçmiş daha çox yadında olur. Yəni bir kino lenti fikirləşin və kinonun tam sonundan, o end dediyim hissədən əvvələ doğru silinməyə başlayır. Və əgər bu silinirsə, indiki köçdüyü yeri zaten xatırlamayacaq, zaten bilməyəcək. Bu onun üçün əlavə gərginlik, əlavə təşvişdir, əlavə narahatçılıqdır. Ancaq öz evi 20 il, 30 il artıq onun yadındadır, həmin kino lenti qalıbsa, demək ki, evdə olmağı, ev şəraitində, ev mühitində olmağı çox vacibdir. Və əlbəttə ki, heç kim bizim kimi öz doğmamıza baxa bilməz, yəni xəstəxana şəraitində. Və günümüzdə bu dəqiqə demensiyalı insanlara müalicəsi ilə məşğul olan dövlət müəssisəmiz sadəcə olaraq Respublika Psixiatriya Xəstəxanasında 2 dənə gerontologiya şöbəmiz var. Həmin şöbələrdədir. Ona görə maksimum bir şəkildə əgər demensiyası varsa, yanaşı davranış və psixoloji problemlər qoşulubsa, bunu ev şəraitində etmək, yəni ambulator dediyimiz müalicə ilə çalışırıq vəziyyətdən çıxaraq və özünə də ailəsinə dəstək olaq. Ümumiyyətlə demensiya hansı əlamətlər olduqda biz demensiyadan şübhələnməliyik? Çünki bayaq dediniz ki, bu sadəcə yaşlılarda hiss edilən bir şey deyil. Deyək ki, bunu biz yaşlılarda daha rahat görə bilirik. Amma deyək ki, 14 yaşındakı bir uşaq
hansı əlamətləri göstərərsə, biz artıq mütləq bir mütəxəssisə müraciət etməliyik. Demensiyanı əgər törədə bilən xəstəlik keçirirsə uşaq tutaq ki, və ya fərq eləmir bir gənc, müəyyən bir hormonal problemi varsa, müəyyən bir travma keçiribsə, o dediyim ki, müəyyən bir irsi genetik bir, yəni nənə babasında, əmisində, dayısında belə bir problem olubsa, yəni bu bizə bir şübhə yarada bilər ki, hə bunda inkişaf eləyə bilər. Qeyd elədik ki, davranışlarında fərq yarana bilər. Yəni əvvəlki cür davrandığın. O yaş elədir ki, üzr istəyirəm sözünüzü kəsirəm. O yaş dövrü elədir ki, zaten bir ərgənliyin verdiyi bir davranış pozuntusu var. Və belə deyək də, nəzərə alsaq ki, orta statistik bir valideyn bunu elə məhz ərgənliklə əlaqələndirəcək ki, hə, keçiririk də bir ərgənlik dönəmi. Yəni orada konkret bir faktorlar varmı ki, məsəl üçün bu uşağı məhz demensiyaya meyilli eləyir, nəinki ərgənlik problemi kimi. İş orasıdakı bunu mən düşünürəm ki, valideyn həddən artıq həssas bir valideyn olmalıdır ki, prosesdə. Ona görə əgər ərgənliyin kənarına çıxacaqsa, evdə problemlər yaradırsa, zaten tövsiyə olunur bir psixiatra, bir yeri gələndə, əgər psixiatra müraciət etmək istəmirlərsə, bir nevroloqa müraciət etsinlər və ən azından öz sahə terapevtinə ki, o yönləndirə bilsin və əlbəttə ki, bu diaqnozu artıq daha çox psixiatr düzgün qoya biləcək, nəinki valideyn özünün şübhələnməsi və ya hər hansı bir terapevt. Ümumi olaraq desək, istər demensiya, istər onun altındakı digər bayaq sadaladığınız xəstəliklər, deyək ki, bizim bir yaxınımızda baş verdi. Təbii ki, bu o dediniz ki, 10 dənə məqalə demensiya olan şəxslər haqqındasa, 20 dənəsi onların qohumları və yaxın ətrafı haqqında. İlkin addımlar olaraq ailə nə etməlidir? Buna necə psixoloji hazırlanmalıdır və ümumiyyətlə bu prosesin bitən nöqtəsi varmı? Əgər bu diaqnoz qoyulubsa, çox əfsus ki, bu təkcə Azərbaycan üçün deyil, bu bütün dünyada belədir ki, demensiya başlayandan adətən 8-10 il sonra diaqnoz qoyulur. Çünki bəzən mütəxəssisə müraciət etməyə gecikdirilir. Ola bilər bir nevroloqa müraciət edə bilərsiniz və ya psixiatra müraciət edə bilərsiniz, amma sırf bu ixtisasla məşğul, bu belə deyim, yöndə məşğul deyilsə, diaqnoz bəzən gecikir. Çünki dediyim kimi bəzən nəyə görsə həkimlərin özləri belə yaşlı da ola bilər, yaddaşı gedə bilər və ya müəyyən sferada geriləmələri ola bilər. Okey deyirlər, amma onun arxasında olan demensiyanı belə deyək görmürlər və çox əfsus ki, artıq ilki mərhələ yox, biz orta mərhələdə gəlib bizə belə deyim pasiyentlər daha çox gəlir bizə çatır. Bu dövrdə birinci olaraq ailəyə nə tövsiyə eləyə bilərəm? Bu xəstəlikdə daha ətraflı öyrənmək, buna aid bir mütəxəssisi mütləq tapmaq və ona müraciət etmək. Nevroloq ola bilər, əgər psixi davranış problemləri varsa, mütləq bir psixiatr. Və yəni sizin əlinizdə ən böyük və ən güclü silah nə ola bilər? Bir xəstəlik müalicəsinə tez başlamaqdır. Eyni zamanda bu xəstəlikdə daha çox öyrənməkdir. Yəni əgər siz xəstəliyin necə olduğunu bilərsinizsə, o hansı mərhələdə inkişaf etdiyini bilərsinizsə, o sizə çox rahat gələcək, belə deyim, çətin qarşınızda olan problemlərin öhdəsindən gəlmək. Çünki bəzən olur ki, məsələn, adi halüsinasiyalar götürək, digər növ xəstəliklərdə şizofreniya da ola bilir və ya travmalar nəticəsində inkişaf edə bilir. Onların öhdəsindən gəlmək üsulu da belə deyim, tam fərqlidir. Demensiyalı insanlarda bu tam fərqlidir. Ona görə bəzən düşünürlər ki, bəzən hətta çəkinirlər ki, mən də gedəcəm psixiatrın yanına dərman yazacaq, ancaq yuxu verən sakitləşdirici mənə başqa nə kömək eləyə bilər? Yəni bir psixiatra müraciət etdiyiniz zaman demensiyası müalicəsindən başlayırıq. Əgər davranış psixi problemləri varsa, psixoloji problemləri varsa, onları korreksiya edirik. Amma onlardan öncə biz sizə onlar necə davranmalı olduğunuzu izah edirik. Məsələn, tutaq ki, bir yaxınınız var, demensiyadan əziyyət çəkir. Şizofreniya və gözünə görünməsi var, küncdə bir it görür. Nə olacaq? Şizofren xəstənin etapından asılı olaraq biz ona deməyəcək, tutaq ki, ilk müddət deməyəcək, yox, orada it yoxdur və ya daha sonraki etapından asılı olaraq biz ona başa salacaq ki, bu sənə belə deyim, beyninin etdiyi bir oyundur. Amma demensiyalı xəstəyə bunu tam fərqli bir şəkildə izah edirsən. Tutaq ki, küncdə bir it görmüş, sən də onun yanındasan. Ona yaxınlaşdığın zaman heç vaxt önünə keçməyəcəksən, o qallüsinasiyanın önün üstündə belə deyək durmayacaqsan, çünki sən o iti əzdiyini deyə düşünəcək, beyin ona o cür siqnal verəcək. Yanında olacaqsan, toxunaraq tutaq ki, ona bildirəcəksən ki, yanındasan. Çünki demensiyalı insanlarda bəzən səs qıcığını belə deyim, gec dərk edə bilir. Sən toxunarsansa fikri sənə keçir və mütləq sən onun görmə sahəsində də olmalısan. Belə deyək, demensiyalı insan, məsələn biz burada otururuq sizinlə, mən ətrafdakı bütün bu bəzəklər
renkləri, hər şeyi görürəm, belə kameranı görürəm, bitkini, amma demensiya insanlarda biz belə deyim, boru görmə dediyimiz bir şey var. Yəni görməmiz bu cür idisə, getdikcə balacalaşır. Yəni düşünün ki, mən sizə bu cür baxıram. Siz arxadan mənlə danışarsınızsa, mən sizi eşitməyəcəm. Kənar və qorxulu bir səsdir. Və biz ona başa salırıq ki, yaxınlaşdın kənardan, qalisansiyanın üstünə keçmədin, o səni görür və daha sonra soruşursan, o kimin itidir? Ola bilsin onun gördüyü keçmişdə bir iti var idi və həmin o iti görür. Həmin vaxt deməyəcəksən ki, yox, bu sən bunu görürsən, bu sənin gözünə gəlir. Ah, sən o itindən darıxmısanmı? Nə vaxt var idi? Bəs necə oldu? Və o tədricən belə deyil. Həmin o qalisansiyadan duyğularını, niyə görə gərgindir? Və məsələn mən bir müddət Respublika Psixiatriya Xəstəxanasında şöbə müdiri işləmişəm və işçilərdə adətən əlaqə yaradanda bəzən gecə vaxtı ki, filan xəstəmiz çox aqressiv, çox narahatdır. Doktor, siz demişdiniz ki, aqressiv olanda filan dərmanı verəkmi? İlk öncə nə xahiş edirəm? Yəni necə körpü uşaqla davranırıq? Yemək yeyibmi? Ola bilər. Yemək yeməyi belə deməksən bəyən mərhələsində dediyim kimi kinolenti silindiyi zaman biz uşaq vaxtını öyrənirik. Qaşığı tutmaq, oturmaq, bilmirəm gəzmək, o getdikcə silinir. Yemək yeməyi belə unuda bilən bir xəstədir. İndi şöbədə bəzən 90 xəstə ola bilər, bəzən daha çox ola bilər. Gözdən yayına bilər. Yəni tam doymaya bilər. Yeməyibmi, su içibmi, təzyiqi necədir? Bir ölç, bəlkə bir narahatdır, altını batırıb falansa ayaq yoluna apar. Bütün o problemlərini həll edəndən sonra biz onun gərginliyini başa düşə bilirik. Bəzən ola bilər fikirləşir ki, gecə vaxtı mən durub işə getməliyəm. Yəni əşyalarını yığır. Həmin vaxt önünə keçmirik. Soruşur, hara gedirsən? Tutaq ki, işə gedirəm. Tamam, sənə kömək edirəm yığışdırmağa, amma indi maşınım xarab olub, səni bu dəqiqə işə apara bilməyəcəm. Rahat nədir? İynəsini vuracağıq, sakitləşəcək, amma bu demensiyalı xəstələrdə belə deyil. Çünki hər vurduğumuz, hər təyin etdiyimiz dərman xeyri də varsa, sakitləşdirirsə, o xeyrindən çox bir ziyanı da ola bilər. Əlbəttə çox aqressivdirsə, özünə ətrafa ziyan vurursa, həmin tutaq ki, qaliusinasiyalar nəticəsində nəsə bir təhlükəli hərəkət eləyirsə, əlbəttə həmin vaxt biz kəskin bir müdaxilə etməli oluruq. Amma demensiyalı şəxslərə müdaxiləmiz fərqli olur. Ona görə bir həkimə, bir psixiatra müraciət edəndə biz sizinlə təkcə dərman müalicəsində məşğul olmuruq. Həmin xəstəvizə necə davranmalı olduğunuzu izah edirik. Və ya tutaq ki, sizə əgər diaqnoz qoyulubsa, hansı etaplardan keçiləcək sizin yaxınınız, siz hansı etaplardan belə deyim keçməlisiniz. Çünki diaqnoz qoyulan dövrdən adətən xəstənin vəziyyətinə baxırıq. Əgər ağır dövrdə deyilsə, ilkin etapdadırsa və ya tutaq ki, insult keçirib biz artıq görürük burada demensiya inkişaf edir. Biz həmin xəstə yaxınları çox vaxt bizdə biraz bilmirəm, bəlkə bu mentalitetlə əlaqəlidir. Bu diaqnozu deməyək. Yəni doktor bunu deməyək deyirlər. Çünki niyə? Demensiya sonda ölümə gətirib çıxaran bir xəstəlikdir. Məsələn, Alzheimerdə 8-12 il biz vaxt veririk. Xəstəlik tədricən öz axarından belə deyim gedir və ölümə gətirib çıxarırsa, demensiyanın digər növlərinə bunu deyə bilmirik. Yəni elə bir damar mənşəli, yəni insultdan sonra həmin xəstə misalı göstərim. Elə bir xəstəm olmuş 96 yaşında gəlib 72 yaşında oğlu deyir ki, doktor deyir, bu nə qədər davam eləyəcək? Deyirəm, bilmirəm. Çünki bəzən damar mənşəli və demensiyanın fərqli növlərində xəstə demensiya diaqnozu qurulandan 3 ay sonra belə onu itirə bilirik. Yəni bu beyindəki prosesin sürətindən asılıdır. Yəni müalicə etsək belə bəzən belə deyim o proses artıq mexanizm işə düşüb. Biz müalicə ilə o demensiyanın qarşısını, beynin dağılmağının qarşısını almağa çalışırıq, amma bəzən olur ki, bunun olmur. Yəni bu gündə tibbin elə bir xüsusi bir sehirli çubuğu yoxdur ki, bu demensiyanı tam müalicə edək. Yəni biz nəyə çalışırıq? Beyində olan zədələnmənin qarşısını alaq maksimum üsullarla. Törədən xəstəliyə görə daha sonra psixi və davranış problemləri yaranmasın. Çünki qapalı bir zəncir yaranır. Biz demensiyanı müalicə etmirik, psixi davranış problemləri yaranır və bu bir qapalı zəncir nəticəsində onlar da demensiyanı sürətləndirir və nəticə daha tez ölümə gətirib çıxarır. Demensiyanın elə növü var, dediyim kimi bəzən 3 ildən 20 ilə qədər, 30 ildən bəzən çox belə yaşaya bilir pasientlərimiz. Ona görə demensiya diaqnozu qoyulanda xəstə yaxından ilk öncə onu danışırıq ki, bu haqqda daha ətraflı öyrən. Bir mütəxəssis olsun, hansından ki daim olacaqsan. Bəzən olur pasient belə deyim digər mütəxəssisin yanına yaxınlaşır və doktor sizi tərifləyiblər, sizin yanınıza gəlmişi falan deyirlər, amma ilk sözümüz nə olur? İlk mütəxəssislə hansından başlamısınızsa onunla başlamağı çox tövsiyə edirik. Çünki o sizin həmin doğmanızın prosesini görə bilir. Yəni hansı sürətlə inkişaf edir və sizi yönləndirə bilir. İkinci olaraq mütləq xəstənin özünə deməlisiniz. Ağır mərhələdirsə özü bilməlidir. Çünki elə pasientlərimiz olur, demensiyanın ilk mərhələsidir və demensiyanın elə növü var ki, məsələn Alzheimer demensiyası varsa, pasient bunu ilk etapda hiss eləyə bilər. Ən yüngül dövrdə hardakı bunu artıq o demensiya yox da bir əhval dəyişməyə kimi hiss eləyə bilir,
bilər, bir nəsə fərqli yarandığını hiss eləyə bilər, amma bunu bir yaddaşda geriləmə var, məndə xəstəlik var deyə bunu xəstəlik müddətində hiss eləməyəcək. Ola bilər, məsələn, əgər siz həkim nevroloqsuz, həkim psixiatrsa, bəlkə bunu hardansa bilə bilərsiniz, belə deyək, kitablarda simptomlar xatırınızda ola bilər. Amma elə növ demensiya var ki, orada pasiyentlər, məsələn, damar mənşəli demensiya dediyimiz, bunu hiss eləyirlər. Yəni yaddaşım geri gedir. Oturub söhbət etdiyi zaman belə, bəzən söhbətdən belə yayınmağa çalışırlar. Unutduqları sözü başqa sözlə əvəz eləyə bilər. Niyə? Çünki beyin hardasa bunu dərk eləyir. Və əgər düşünün ki, bir onkoloji xəstəlik tutmusunuz və sizin 3 ay, 5 ay, bilmirəm, 1 il vaxtınız var. Yəni məsələn, mən istəyərdim ki, mənə desinlər, mən həyatımı planlayım. Mən bilim ki, mən indi nə edəcəm? Çünki hüququm söhbətlər də var. Demensiya dediyim kimi bilinmir nə qədər vaxt davam eləyir və həmin dövrdə həmin insana qulluq etmək, belə deyək, səlahiyyətini bəlkə bir övladına vermək istəyirsən, ki, səni yeri gəldi xəstəxanaya yatıracaq, sənə dərman verəcəkmi və ya harda müalicə eləyəcək və yeri gələndə mal, mülk, belə deyək, vərəsəlik söhbətini belə həll etmək üçün bəlkə hüquqi problemlərini həll eləyəcək və ya gələcəkdə bəlkə övladlarına demək istədiyi bir şeylər var, onları həll eləyəcək. Ona görə ikinci etap olaraq bunu mütləq deyilməlidir. Amma bunu kim deməlidir? Adətən biz psixiatrlarda, məsələn, hər hansı bir problem olarsa ailədə biz, yəni psixiatrın yox da ailənin özünün deməyinin tərəfdarıyıq, amma demensiyada bunu daha çox bir psixiatrın, bir mütəxəssisin deməyini tövsiyə edirik. Çünki bunu bir dəfəlik deyilmir, bunu etap olaraq belə deyim, bir proses var, bir dönəm var. Həmin müddət ərzində belə deyim, xəstəyə stressə salmadan pasiyentimizi və yenə də o dediyim o xəstəliyin getdikcə ağırlaşmalarına qarşı hazırlayırıq. Çünki indi özünə qulluq eləyə bilən, özünə baxa bilən insan sabah tam bundan məhrum olacaq. Adi evinin düzənini belə, əgər demensiya diaqnozu qoyulubsa həmin şəxsə, o düzən dəyişilir. Məsələn, evdə böyük güzgüləriniz varsa, görmə qalitinasiyaları başlayacaq deyə və özünü güzgüyə tanımayacaq deyə. Çünki yaddaşına daha cavan biri olaraq xatırlayacaq özünü. Ona görə o güzgülərdən biraz belə deyim, mümkündürsə həmin o güzgülərdən istifadə etməmək. Yəni mebeli belə dəyişmək. Tutaq ki, burada bizdə əşyalar, çoxlu fərqli əşyalar görürəm. Məsələn, o əşyalardan əgər mümkünsə onları istifadə etməmək və ya adi qablarını belə həmin müddətdə biz xəstəyə tövsiyə edirik ki, seçdiyi qablar necə olmalıdır, yeməyi necə verməlisiniz və ya əgər hamam otağını unudacaqsa, müəyyən bir yazılarımız olur. Məsələn, onları xəstə yaxınlarına və pasiyent özü istəyərsə özünə veririk. Və bəzən olur, insanlar qulaq və ya aparatlarını və ya eynəklərini istifadə eləmir. Doktor zaten görürəm və ya ehtiyacım yoxdur deyir. Amma həmin müddətdə, məsələn, biz təkidlə mütləq həmin etapda bir otolaryngoloqa gedin, bir aparatınızı bir düzəldin, bir oftalmoloq, yəni göz həkiminə gedin. Bu mütləq lazımdır. Çünki elə bir etap gələcək ki, oftalmoloqun müayinəsində bir çətinliklər olacaq və ya eşitmə aparatını biz istədiyimiz kimi regulasiya eləyə bilməyəcəyik. Və hətta bunun özü belə, bəzən o xırıltılar belə gətirib aqressiyasına, bir narahatçılığına, bir eşitmə səs halüsinasiyalarına gətirib çıxara biləcək. Ona görə həmin mərhələdən artıq belə deyim, adi evin şəraitindən belə istifadə edəcəyi qablardan belə biz artıq belə deyim, tədricən buna izah edirik və maksimum şəkildə pasiyentimizə evdə özünü rahat idarə edə biləcək bir şərait yaratmağa çalışırıq ki, daha sərbəst olsun. Çox təşəkkür edirəm Rumiyə xanım. Olduqca əslində ağır mövzudur və belə deyim də, belə dönəmdə yəqin ki, xəstədən daha çox xəstə yaxınları psixoloji sağlam olmalıdır ki, bu dönəmi atlata bilsinlər, bu dönəmin öhdəsindən gələ bilsinlər. Podkastımızın sonunda əgər auditoriyaya son sözünüz varsa, buyurun, mən podkastı yekunlaşdırım. Tamam. Yəni nə demək istəyərdim? Düzdür. Demensiya dediyim kimi bir pandemiyadır, çox yayılıb və bəlkə indi qulaq asanda daha çox bir təşviş keçirə bilərsiniz. Ola bilsin doğmavızda bu xəstəlik var və özünüzü belə deyim çarəsiz və tək hiss edirsiniz. Belə olmamaq üçün nə etməlisiniz? İlk öncə bu xəstəlikdə daha ətraflı və daha düzgün məlumatlar əldə etməyə çalışın. İnanın ki, həmin o dediyim əlamətlərin öhdəsindən daha rahat gələ biləcəksiniz. Müəyyən belə deyim, həmin insanlarla işləmək, qulluq eləmək, gündəlik çətinliklərin öhdəsindən gəlmək üsulları var. Mütləq bu istiqamətdə sizi düzgün yönləndirə biləcək bir mütəxəssis belə deyim, tapın, bir mütəxəssisə müraciət edin və çalışın ki, bu yolu getməkdə, çünki çətin bir yoldur, amma sonu olan bir yoldur. Bu yolu getməkdə sizə yardımcı olsun. Niyə görə ki? Çünki yolun sonunda bəzən geriyə dönüb də kaş bunu belə edəydim, kaş bunu həmin vaxt bu cür olardı deyə bir peşmançılıq hissimiz olmasın. Çox sağ olun, təşəkkür edirəm. Çox sağ olun. Belə incə mamalar, ümid edirəm ki, bu dəfəki podkastımız sizlər üçün faydalı və ən əsası isə bilgiləndirici və fərqindəlik dolu oldu. Heç bir yaxınımız xəstəlikdən və yaxud da ki, hansısa bir narahatlıqdan əziyyət çəkməsin.
Əgər mövzu ilə bağlı fikirləriniz varsa, rəy bölməsində yazmağı unutmayın. Əgər bu videonu birinci dəfədə görürsünüzsə və qarşınıza yeni çıxmışıqsa, kanalı izləməyi və like etməyi unutmayın. Hələlik növbəti Ninja Mama podkastlarında görüşənə qədər.